Ata varsa oğul şahdır. Çox səhvim oldu, amma ən gözəli sən idin və s. Avtomobillərin arxa şüşələrində belə yazıları çox görürük. Son zamanlar hətta dəp halını alıb desək yanılmarıq. Bu nəqliyyat vasitələrini idarə edənləri isə hətta sürücülər də irad tutur. Yazılar olmasa daha yaxşı olar. Heç olub qəzalarla rastlaşmışsınız elə bir halda? Yox, mən başıma gəlməyib, amma o tanışda zətdə olur. Yox, yəqin ki. Mən o şüşəyə fikir vermirəm, yola baxıram. Şüşədə nə işim var? Əksərən siftoforlarda zadda qalanda, yəni belə yolda gəndə elə çox şey fikir vermirəm. Müxtəlif şüarlarla yanaşı avtomobilin şüşələrində müxtəlif fotolar, stikerlər, sosial şəbəkə hesablarının ünvanlarını yazıb yapışdıranlar da var. Bütün bunlar isə hərəkətdə olan avtomobil sürücülərinin fikrini yayındıran amillər kimi qiymətləndirilir. Qanunda hər hansı bir belə deyək də izahı yoxdur. Yəni, hər hansı bir maddə yoxdur ki, göstərəsən ki, bax bu maddə ilə olmaz. Sadəcə yol polisi tövsiyə edir ki, bu təhlükəsizlik baxımından düzgün deyil. Digər sürücülərin diqqətini yayındırır və yol nəqliyyat hadisələrinə səbəb olur. Saxlayanda da heç bir cərimə yazmırlar. Sadəcə olaraq onu sökdürürlər. Yol polisi tərəfindən tələb olunur ki, onu oradan sök, qopart, yapışdırma belə. Və artıq əvvəlki dövrə baxanda demək olar ki, bir 70-80% dəyişiklik var. İnsanlar artıq bunu başa düşür. İntensiv hal alarsa, qanunvericilikdə bu məsələyə baxmaq lazımdır ki, alın şüşələrinə hər hansı bir yazılar, etiketlər, stikerlər yapışdırılmasın. Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilir ki, məsələ ilə bağlı dəfələrlə sürücülərə, xüsusilə də belə avtomobillərin sahiblərinə xəbərdarlıq edilib. Lakin vəziyyət dəyişmir. Görünür belə nəqliyyat vasitəsi idarə edənlər hansı təhlükələrə yol açdıqlarından xəbərsizdirlər. Bəzən də sürücülər aldığı mükafatları, foto şəkilləri və ya özlərinə aid digər məlumatları avtomobillərdə nümayiş etdirməklə müəyyən imtiyaza malik olduqlarını düşünür və ciddi qayda pozuntularına yol verirlər. Belə hallar isə əhali tərəfindən ciddi narazılıqla qarşılanır və haqlı şikayətlərə zəmin yaradır. Unutmamalıyıq ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla yol hərəkəti iştirakçıları bərabər hüquqludur və heç kim əlahiddə üstünlüyə malik deyil. Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin üzərinə yazılan və ya yapışdırılan müxtəlif məzmunlu ibarələrin, şəkillərin, stikerlərin, digər hərəkət iştirakçılarına emosional təsirinin yol hərəkəti təhlükəsizliyi baxımından yol verilməz olduğunu bir daha avtomobil sahiblərinin və sürücülərin diqqətinə çatdırır, belə hallara qarşı adekvat tədbirlərin görüləcəyini bildirir. Reklam xarakterli yazı və ya fotolar isə yalnız nəqliyyat vasitəsinin yan hissələrində yerləşdirilməli, yol hərəkətinin iştirakçıları üçün təhlükə yaratmamalıdır. Ələkbər Salih, Zaur Həşimov, Telesər.